Bismillahirrahmanirrahim. Esselamu aleykum ve rahmetullah. Allah ibadət itaətlərinizi qəbul etsin. İnşallah yenə də Nəhcül Bəlağə verilişində əziz, dəyərli ustadımız inşallah bizim üçün şərh eləyəcək. Deməli, Hacı salamu aleykum və rahmetullah. İstəyirdim başlayayım amma salamlaşmadan başlamaq istəyirdim Hacı. Xoş gördük sizi Hacı. Hoş olsun. Allah əcr versin sizə. Qəbul eləsin inşallah. Allah əcr versin. Çox sağ olun Hacı. Hacı 27-ci xütbədə qalmışdıq və 27-ci xütbənin ikinci hissəsində bu Həzrət bu xütbədə cihadın əhəmiyyətindən danışır və buyurur ki, bilin, mən sizi gecə-gündüz gizli və aşkar şəkildə bu dəstə, yəni Muaviyyə və Şam ordusu ilə bu dəstə ilə mübarizəyə dəvət etdim və dedim ki, onlar sizinlə vuruşmamış, siz onlarla vuruşun. Yəni sərhədlərdən kənarda onların pişvazına çıxın. And olsun Allaha, elə bir xalq yoxdur ki, düşməni evində qəbul etməsin, qarşılamasın, amma zəlil olmasın əvəzində. Yəni, siz gözləyirsiniz ki, düşmən gəlsin, ta evinizin içinə qədər girsin, amma siz sağlam qalasınız, izzətli qalasınız, bu mümkün olası iş deyil. Hacı ilə burada saxlayıram, çünki Həzrətin bu sözü bəzi ədiblər götürüblər, onun fəsahət və bəlağətindən danışıblar. Xüsusilə bu söz, bu ifadə, bu cümləni. İnşallah elə Hacı, burada saxlayıram sizi, inşallah dinləyək, sonra davam edək. Bismillahirrahmanirrahim. Allahın salavat, salamı olsun Peyğəmbərə və əhl-i beytinə və möminlərə. Hacı, keçən dəfə xütbənin birinci hissəsinin izahında bir-iki dənə hədis qalıb, elə bu mövzuya, indi siz dediyiniz mövzuya uyğundu, cihadın əhəmiyyəti barəsində və cihadın tərkinin nəticəsi barəsində. Cihadı tərk eləməklə nəticə ilə nəticələnər. Bu, Həzrəti Rəsulullahdandır bu hədis. Buyurur ki, mən tərəkəl cihadə əlbəsəhullahu zullən fi nəfsi və fəqrən fi məişəti və məhkən fi dini. Bir adam cihadı tərk eləsə, Allah Teala ona 3 dənə şey mübtəla eləyər. Biri budur ki, zəlil olar. Yəni, zillət olar da, izzəti nəfsi aradan gedər. Yəni, dəyəri itər. İndi bu tək olsa, tək özünə aid olar. Millət olsa, millətə aid olar. Yaxşı, bu bir. Özünün dəyəri itər. O birisilər də olmasa, olsa, onun elə bir şey yoxdur. Adamın özünün dəyəri itəndən sonra da yerində bir şey qalmaz ki. Yadınızda olsa biz əvvəlki xütbələrdə bəhs edirdik. Əleyhi salam deyirdi, qədrinizi, qiymətinizi bilir, neçə dəfə, neçə veriliş o barədə danışdığı insanın dəyəri və qiyməti. Cihad ki, insana əvvəldə keçən dəfələrdə Məhərrəmlə qabaq danışanda dedik, izzət gətirir. İndi o mövzuda da bir dənə hədis var deyəcək. Hətta tək adamın özünə yox, nəslinə gələcəyinə. Tərki də budur. Bu hədisdə deyir ki, 3 dənə şeylə üz-üzə qalarsınız. Bir izzətiniz aradan gedər. Mən təkrarən də olsa deyirəm o sözdə, izzət də aradan gedəndən sonra o birisi ki var, biri məişət üzrə fəqirlik sizi boğar, kasıbçılığa, fəqirliyə düçar olarsınız və dininiz də bərbad olub aradan gedər və məhkəm fi dini də bərbad olub aradan gedər. Adamın izzəti olması, dini də zaten onlar bağlıdır da insanın izzəti. İnnəl izzətə lillah və lirrəsul və lilmuminin dinlə əlaqəlidir, həmin bu izzət. Yaxşı, hətta bu izzət indi insandan gedəndən sonra onun zillətdə nə din? Zillətdən nə kasıblıq, nə var dövlət. Onun nə fərq, adam zillət içində. O cəmaat içərisində bir dənə qəribə, maraqlı bir dənə misal var, atalar sözləri var. Deyirlər, neynirəm qızıl teşdi içinə qan qusam. Qızıldan bir dənə qabım olsun. İndi onu adamın bir yaxşı qabı olanda onda qəşəng yemək yeyər, ondan sonra nə bilim qonağın qabağına qoyar, bəzək kimi istifadə edir. Amma birinin qızıldan teşdi var. Teşdə bilirsiniz də nə boyda qab olur. Məsələn də bir 5 kilo bəlkə ağırlıq olur. Həm qızılda, həm də bu. Amma bu adam nədə istifadə edir? Heç nə qan qaytarır onun üstünə.
başqa şeydir də. Onun Yəni nə onu dərdinə. Hədə bir heç adam bir Allah rəğə dərdinə eləsin, hədə məsələn yaramır. bir də bir xəstəliyə mübtəla olub qan qaytarır. O qızıl teşt olsun, taxta teşt olsun, ya heç onların heç biri olmasın. Yəni həmmə indi Var-dövlət heç bir fayda vermir. Hədə adamın izzəti olmayandan sonra da o kasıb olsun, varlı olsun, nə fərq eləyir o yoxdur. Bəs o cihadı tərk eləmək bu 3 dənə şeyə gətirir, çıxardır adamı. Və yenə Həzrəti Rəsulullahdan bu mövzuda bir dənə hədis var. Buyurur ki, İğzu turisi əbnaəkum məcdən. Cihad elin, döyüşün, övladlarınıza elə bil əzəmət gətirin. Övladlar üçün əzəməti, böyüklüyü, izzəti irs qoyun gedin. Yəni sizin cihad eləməyiniz, sizin vuruşmağınız sizin övladları üçün, gələcək nəsil üçün izzətdir. Həm onlar üçün düşməni zərərsizləşdirib gedirsən, həm də onlar üçün fəxr edir. Məsələn, hələ deyir, 100 illərlə keçmişdi, Bədr müharibəsində iştirak edənlərin həm nəticəsi, kötücəsi söz düşəndə sinələrinə vururlar ki, deyirlər, nəhnu minəl bədriyyin. Bəli. Biz bədrilərdənik, Bədr müharibəsində iştirak edənlərdənik. İndi orada şəhid olan da nəvəsi o sözü deyirdi, vuruşub salamat qalan da nəvəsi də o döyüşdə iştirak eləmək, yəni o indi kimsə şəhid olur, kimsə qalır, o fərqi yoxdur. Və minhum mən qəza nəhbə və minhum mən yəntəzir. Ki, Allah Teala bərabər deyirdi onu. Bir dəstə deyir, vaxtı çatdı, şəhid oldu, bir dəstə də müntəzirdir, gözləyir. Hədə indi orada iştirak edir. Bu, görürsünüz, nəsil üçün nə gətirir? Şərəf gətirir. Şərəf gətirir, millət üçün şərəf gətirir. Və yadınızda olsa biz Əyyam-ı Fatimiyyədə, salamullahi aleyhada, Fədəkiyyə xütbəsini oxuyanda, o Fədəkiyyə xütbəsində xanım neçə dənə şeyin illətini gətirir. Allah niyə namazı vacib eləyib, Allah niyə nəyi vacib eləyib, namaz filan şeydən ötürüdür, oruc filan şeydən ötürüdür. Ondan sonra Allah silə-i rəhəmi niyə vacib eləyib, Allah ağ valideyni niyə qadağan eləyib. Orada onların hamısının hökmləri, hikmətlərini gətirib və bunlar nə nəticə verər, nə fayda verər. Cihadı da yazıb ki, Cəələllahul cihadə izzən lil-İslam. Burada da o gətirib, Allah Teala cihadı İslam üçün izzət qərar verib. Təbiidir ki, İslam, yəni müsəlmanlar. İslam yəni müsəlmanlarda. Yəni, əgər bir adamın dini izzətlidirsə, o dinin daşıyıcısı da izzətlidir. İslam dinini qəbul edənə deyirlər müsəlman. İslamda izzət varsa, müsəlmanda da izzət var. Cihad, İslamın, belə deyək də, o bəzi şeylər var, özü özlüyündə əzizdir. Özü özlüyündə dəyərlidir. Amma tanınmır, bilinmir. Bəzi səbəblər olur ki, onun dəyərini üzrə çıxardır. Əslində, mümkündür bir şeyə, bir hadisə, bir şeyə dəyər gətirməsin. Amma o dəyərin üstünü açsın, dəyəri kəşf eləsin. Təqribən İslam özü əzizdir. Yaxşı. Ondan sonra İslam özü dəyərlidir. İslam özü əslən dəyər verir. Yəni ki, dəyərin özüdür, başqasına dəyər verir. Amma cihad gəlir, bu dəyəri neynir? Bu ki, deyir, vəl cihadı İslam, cihad ki, İslam üçün izzətdir. Yəni, o İslamın, o cihad neynir? İzzət gətirir. Yəni, müsəlmanlara, dinə izzət gətirən cihad edir. Yoxsa, mən gözlüyüm ki, elə gəlib vursunlar məni, dinimi aradan aparsınlar. Mən getdim, dinin kadrları, belə deyək də, dinin o mənsubları aradan getdisə, din də aradan gələcək də. Ona görə dinin mənsubları, dinin özü cihad sayəsində qalağa gedir. Dinin bütün məsələləri ki, dünya üçün də ülqu nümunədir. Məsələn, İslam cihadı qədər dünyada fədakarlığı göstərən hansısa bir döyüş olmayıb. Hansısa yer üzündə döyüşlər çox olub. Millətlər öz vətənlərindən ötürü, torpaqlarından ötürü, öz müstəqilliklərindən ötürü qədim zamanlardan vuruşublar, eləyiblər. Amma oradakı hədəf, məsələn, İslam olanda hamısı içərisindədir. Amma məsələn, bir şey olanda, o birisilər qalır qıraqda. Məsələn, İslam cihadı qədər
insanlığa, dünyaya, millətə və millətlərə İslam cihadı qədər nədir? Faydalı bir döyüş olmayıb. Bunu mülahizə eləsələr, araşdırsalar da tarixçilər, ondan sonra hətta məsələn də bu hərbiçilər, filanlar, bəsməkanlar, onlar görərlər onu. Amma məsələn şey eləməlidirlər, biraz insafla və dəqiq elə araşdırmaqdan ötürü də təəssüb üzründən yox. Nə heç İslama təəssüb eləməsinlər, nə o birisinə, nə İslama nifrətlə yox, nə o birisini. Bunların hansınsa özü məsələn də öz fikri ilə ortalığa çıxartmaq fikri olmasın. Qoysun neytral bir dənə adam kimi müqayisə eləsin. Müqayisə eləsin. Döyüşləri, ondan sonra filanları baxsın, görsün ki, məsələn, necə olub da. Yəni, Allahın əli, qüdrəti, rəhməti, ondan sonra gücü, hamısı İslam döyüşlərində görüküb də. Başqa döyüşlərdə olsa da mümkün olmayıb. Məsələn, Bədr müharibəsində Allah Teala deyir ki, mələk göndərmir. 3000 deyir. Bəli. 3000 mələk. Sonra əlavə də göndərir. Əlavə də hələ. Məsələn, bir yerdə var yadımda da ayədə 1000 mələk murdifin deyir özdə cəriyə düzmüşdük. Orada o zahirdə görükmürdü məsələn. Amma var idi. Müsəlmanlara orada təşviq olunurdu. Orada bir ab-hava yaranmışdı filan bəsməkan. Amma məsələn, başqa yerlərdə elə, məsələn, belə misal vuraq qədimdən. Həzrəti Musa ilə Fironun mövzusunda. Məsələn, Allah Teala çayı saxlayır. Həzrəti Musa qoşunundan keçir, Firon məsələn qərq olur. Orada birbaşa Allahın o dediyimiz, biz bildiyimiz əldə aşkar olur. Bu heç bir döyüşlərdə olmayıb belə bir şeylər. Və bunun kimi qeybi köməkliklər ki, işraq deyərik ona istilahda, qeybi köməkliklər İslam müharibələrində. Biz İslam deyəndə tək axirə zaman Peyğəmbər nəzərdə və onundan sonra ki, elə hamısı İslamdır. Həzrəti Davud gülündə Calutla müharibəsi İslam müharibəsi idi. Həzrəti Süleymanın da bir dəstə ilə müharibəsi İslam müharibəsi idi. Həzrəti Musanın da Fironla müharibəsi İslam müharibəsi idi. Yaxşı, onlar da Allaha təslim olmuşdular da. Onlar da Allaha təslim İslam o deməkdir. Yaxşı, bunların hamısında da necə deyərlər də bu taktika yerində, ondan sonra hərbiçi yerində, fədakarlıq da yerində, tam şəkildə. Amma Allah Teala'nın özünün xüsusi qeybi köməkliyi açıq-aşkar görükməli. Bu baxımdan da dünyada baş verən döyüşlərin İslam döyüşləri ilə fərqi var. Hətta mümkündür, məsələn, bir döyüşdə din olmasın. Yəni, məsələn, mövzu bu cihadda, bu döyüşdə din döyüşü deyil, məsələn, torpaq döyüşüdür. Yaxşı, vətən döyüşüdür. Ya hansısa bir döyüşdür. Orada da görürsən, İslam adı ilə olanda, İslam şüarı ilə olanda daha çox əzəmətli olur. Yaxşı, məsələn, 41-45-də cəmaat Zastalin deyib gediblər qabağa. Deməli, Zarodini Zastalin. Vətənə görə, Stalinə görə gediblər. Özdə onu da, məsələn, dünənə qədər yaşayırdı. Yaxşı, indi biz deyəndə ki, məsələn, Peyğəmbərə görə, İmam Hüseynə görə. Görürsən, Zarodini Zastalin deyəndə çox adam heç şey eləmirdi, ura deyirdi. Amma ya Hüseyn deyəndə, İmam Hüseynə görə, ya Peyğəmbər deyəndə görürsən, bəziləri narahat olur. Hələ işimiz yoxdur, ondan o mövzu ayrı mövzudur. Yəni, insanların şüarları olub, insanların nümunələri olub zamanlarında, filanlarında, bəsməkanlarında. Amma hamısından yaxşı nümunə İslam nümunələridir, İslam şəxsiyyətləridir. Məsələn, o Şotlandiyada həmin o Cəsur Ürək filmində də yəqin görmüsünüzdür. Orada o, həmin də yadımdan çıxdı oradakı o qəhrəmanın. Görürsən, onlar bir yerdə səhlənkarlıq eləyirlər, gəlirlər onu öldürəndən sonra, edam eləyəndən sonra başlayırlar təzədən ona məsələn də biraz köməklik eləməyənlər başa düşür, başlayırlar onun adı ilə qiyam eləməyə. Ondan da qələbə çalırlar sonradan. Yaxşı, amma yenə də onların millətinin qəhrəmanıdır. Amma Allah tərəfindən seçilmiş qəhrəman deyir da bu. Ona görə İslam cihad izzət gətirir İslama və budur. Qultu ləkum uzuhum qəblə ən yəzukum. Həzrət bir yerdə deyir ki, deyir özdə sizə deyirəm ki, siz başda olun.
siz başlayın, sizdən başlamamışdan qabaq. Siz başlayın müharibəni, sizdən düz daha Həzrəti Peyğəmbərin müharibələrinin hamısının neçəsində onlar məsələn başlamışdı və yaxud başlamasalar da onlar məsələn gizdində işlərin görürdülər, təbliğlərlə, onlar səbəb olmuşlar bu şeylər. Amma hər halda bu mövzudur. Və təhlükə, məsələn, Həzrət Peyğəmbər də əgər xəbər gəlsəydi ki, məsələn, hər hansı bir yerdə təhlükə varsa müsəlmanlar üçün mütləq əmr verirdi ki, o təhlükə zərərsizləşdirilsin. İndi bu müharibələrdə də Həzrətlə Muaviyyənin arasında olan müharibə təbii ki, bu açıq-aşkar bir təhlükə idi müsəlmanlar üçün Muaviyyənin varlığı. Təbii. Çünki bir müharibə törətmişdi, Siffin müharibəsi. Ondan əvvəl elə ora-bura hücum eləyirdi. Elə burada da Həzrət Yusuf xutbəsində buyurur, gah Ənbara şəhərlərə də, Həzrət Əlinin ixtiyarında olan şəhərlərə hücum eləyir, gah Misrə hücum eləyir, gah Yəmənə hətta gedib hücum eləyirdilər. Yəni, bütün bu təhlükə idi müsəlmanlar üçün bir təhlükəsizliyi pozurdular, asayişi pozurdular və bunu da gözləməyin nə mənası var? Quranda da bizim cihad barəsində ayəmiz var neçə dənə də. Məsələn, elə biri mənim yadımda olan deyir, qatiluhum hətta la təkunə fitnə. Onlarla vuruşun ki, ta fitnə olmasın. Bunun bir mənası belə başa düşülür ki, onlar başlamamış, siz başlayın. Çünki onlar başlasa fitnə olacaq. Yəni birdən biri deyər ki, məsələn, niyə onlar oturmuşdur Laldınməz? Laldınməz, o əvvələn bunlar Laldınməz oturmamışdılar. Öz işlərini görürdülər. Yaxşı, Allah Teala da deyir ki, öldürün fitnə, bunlardan fitnə baş verməmişdən. Yaxşı, burada da siz oxuduğunuz o cümlədə də deyir ki, sizi dəvət elədim. Gecə, gündüz, açıq-aşkar, məsələn, gizlin və sizə dedim ki, uğzuhum qəblən yağzuq. Bunlar başlasa pis olacaq, siz başlayın. Fəvəllahi mağuziyə qovmun qəttu fi uqridarihim illa zəllu. And olsun Allaha, hər hansı bir qovm döyüşü evinə buraxdısa zəlil oldu. Döyüşü evinə buraxdısa zəlil oldu. Yaxşı, məsələn, görürsünüz, Ühud müharibəsində də Həzrəti Rəsulullah neynir? Mədinədən çıxır, məşvərət edirlər, neçə nəfər deyir belə, Həzrət deyir ki, yox, Mədinədən çıxır. Məsələn, hətta Xəndək müharibəsində də onları, yəni ən çox, deyək ki, düşmən irəli buraxılan yer Xəndək müharibəsi oldu. O da ki, evin içinə buraxmamışlar. Mədinənin Xəndək, bütün şəhəri Xəndək qazmışdılar, oruc ağzı özdə. İndi oruc ağzı şeydən, kondisionerlə heç kim söndürmür ki, amma müsəlmanlar göründə o İslam elə belə deyir, elə məsələn, biri gələ 2 rəkət namaz qıla, İslamın adından danışa, ya heç çoxu nə namaz qılır, nə oruçdur, nə dinin hökmünə əməl eləyir. Nə bir də görsən ki, başlayır İslamın əhkamından danışır, ya İslamın əhkamını müdafiə eləyir, ya məsələn bir sözlər deyir. Oturubsan, sənin əvvələn ged öz işi ilə məşğul ol. Ondan da sonra o belə, hətta bəzi insanlar ki var, dindardılar, belə bəzi şeylər danışır. Onlara da demək lazımdır, bu İslam sənin belə də rəhmətli babamın məhsulu deyir. Sən gələsən bundan bu cürə rəftar eləyəsən, bu cürə danışasan. İslamı bu cürə insanlar gecənin az hissəsini yatırdılar. Ən yaxşı variantda müsəlmanlar gecənin az hissəsini yatırdılar. Qalan vaxtları Quran əzbərləyirdilər ki, Quran itməsin, çatdırılsın da. Elədir, ən yaxşı variant o idi. Ondan da sonra qaldımsa aclıq, susuzluq. Bilirsiniz, məsələn, var tarixdə Məkkəlilər ki, Mədiniyə hicrət elədilər. Nə qədər insanlar ailə qura bilmədilər, yaşları keçdi, bütün ev eşikləri qaldı Məkkədə, Mədinədə şərait olmadı, heç Ənsarında o cürə şəraiti yox idi. Məsələn, bir otağın verə bunlara. Eləyirdilər, amma imkanı olan da. İmkanı olan eləyirdi onu da. Məsələn, da hamısını təmin elə bilmirdi. Yəni, bu qədər əziyyət, bu qədər şeylərlə hələ gəlir, məsələn, oruc ağzı özdə deyəsən, səhv eləmirəmsə, o vaxt belə bir hökm vardı. İftar vaxtı yuxuladım, bir də qalırdı sabah iftara. Sabah iftara. Sabah iftara ki, da neçə nəfər. Yatdınsa, məsələn, ola bilsin ki, iftar vaxtı sən iftar yemədən yuxu tutdu, səni yatdın. Yatdınsa vəssalam, durandan sonra da yemək yeməzsən. O cürədə neçə nəfərlər oldu elə. Elə o hökm onda dəyişdi də. Deməli,
Hicrətin 2-ci ilində oruc vacib olmuşdu. Xəndək müharibəsi olub Hicrətin 5-ci ilində. Deməli, artıq 3-cü il, 4, 5, 3 il idi ki, müsəlmanlar o şəkildə oruç tuturlar. Orada başqa hökmlər də var idi, o ailə münasibətlərində başqa hökmlər də vardı ki, bir ay ərzində olmaz. Bu da çətinlik yaradırdı. Orada Xəndək müharibəsində bir arıq, cissəsiz bir müsəlman var idi. Qazmışdı xəndəyi səhərdən axşama qədər, ac, susuz, o istidə. Gəldi, evə çatdı. Onlar da növbə ilə gəlirdilər də. Növbəsi çatanda evinə çatdı. Elə evə çatdı, yuxu tutdu, yatdı. Yatdı, səhərsi gün indi yenə də gəlməlidir xəndək. O cür yenə oruç tutub, iftar açmadan. Səhərsi günü biraz da xəndək qazmışdı. Yıxılır, ürəyi gedir, yıxılır. Həzrəti Peyğəmbər belə çox pis olur orada. Gəlir, su səpirlər, özünə gətirirlər. Ondan sonra Allah Taala o hökmü dəyişir, ayə göndərir ki, bəs artıq indi siz ta sübhə qədər yeyib içə bilərsiniz. Allah kişinin atasını rəhmət eləsin. Vallahi. Özündə. Belə çətinliklərlə bəli gətirib çıxardıblar İslamı bu yerə, bu vəziyyətə. Belə istər döyüşü, istər belə, istər ictimai məsələləri, istər məsələn də başqa məsələlərin. Hər halda Əli əleyhissalam burada cilayə eləyirdi, onları danlayır. Burada ardında azı deyir ki, fətəvakəltum, fətəxazəltum. Hacı, üzr istəyirəm. Burada, məsələn, Quran-ı Kərimdə, Nəml surəsində bu Bilqisin əhvalatında da o hadisə qeyd olunur. Həzrət Süleyman Peyğəmbər Bilqisə məktub yazanda ki, təslim olun. Bilqis əyan əşrafını məşvərətə çağırır. Orada bir söz deyir. Deyir ki, bu krallar belədir, padişahlar belədir ki, İza dəxəlu qəriyyətən əfsəduha və cəalu əizzətə əhlihi əzillə. Yəni ki, bəs padişahlar bir yerə daxil olanda, bir şəhərə, bir kəndə xarab eləyirlər oranı və izzətliləri zəlil eləyirlər. Yəni, həqiqətən də sən gözləsən ki, bir nəfər gəlsin, girsin sənin vətəninə, sənin kəndinə, sənin şəhərinə, orada təbii ki, sən zəlil olacaqsan. Başı daramağa gəlmir ki, bu düşmən kimi gəlir. Bəli, o Mümtəhənə surəsində də Allah Teala orada xatırladır ki, bir məktub yazmışdı, Peyğəmbərin hərbi sirrini Məkkələrə bildirmişdi. Yolda Həzrəti Əli əleyhissalam, Peyğəmbər Həzrəti Əlini göndərir, onu alırlar, məktubu geri qaytarırlar. Orada da Mümtəhənə surəsinin 1-ci ayəsində buyurur ki, o əgər onlar sizə hakim olsalar, sizi öldürəcəklər, sizi həm əli ilə, həm dili ilə sizə yara vuracaqlar. Yəni, gəlmir ki, sən elə xoş gəldin, salam mələk, əleyhissalam filan, o gəlir zəlil etməyə. İnsanlarda da biraz nankörlük var da. Məsələn, mənim yanıma birisi nə düşdü? Fironun, mən bir tarixdə, mənbədə rast gəlmişdim. Deyir, bu Bəni İsrail ki var idi, Fironun ancaq belə tövlələrində işləyə bilirdilər. Bunları ev xidmətçisi kimi götürmürdülər. Ancaq tövlərdə mal heyvana baxırdılar filana. Bunların tək-təkinin xanımları məsələn də o saraya yaxın yerlərdə işləyə bilirdilər də. Məsələn, və yaxud da ki, məsələn, saray işçilərinin evində, onların da əksəriyyəti çöldə filanda işləyirdilər. Yəni, onları ondan qabağa buraxmırlar, oradan o yana buraxmırlar. Yəni, heç bir insanlıq, hüquq qail deyirdi də, ancaq bu tövlədə işləyə bilər. Gəlib evdə həyəti süpürə də bilməz. Yaxşı. Ondan sonra, məsələn, Allah Teala Həzrəti Musanın gəlişi ilə, onun cihadı ilə, onun işi ilə onlara o izzəti gətirdi ki, da elə onların da Allahları suda qərq oldu. Özləri də dərbədağın oldular, getdilər. Bütün nələri var idi, itirdilər. Amma görürsünüz, insanlar nə qədər nankördür. İndi orada çətinlik gözlə. Ondan da sonra çox şeylər oldu. Allah Teala deyir, bağ belə, meyvə bağı belə, mənna, səlva, quşları belə də, hər yerdə belə. Görürsünüz, orada bir yerdə o ayə ki deyir, qəd uzina qəblə ən yətiyana və bədən ceytana.
Görürsən, gəlib Həzrəti Musaya gilayə eləyirlər. Deyirlər, sən gəlməmişdə biz əziyyətdə idik. Elə sən gələndən də sonra əziyyətdir. Nə insaf, axı sən Həzrəti Musa gəlməmiş, bu əziyyəti çəkmirdir. Ola bilər, indi bəzi əziyyətlərin var. Yaxşı. Məsələn, ola bilər, Peyğəmbər indi gəlib, məsələn, sən biraz aclıq çəkirsən. Ola bilər, Peyğəmbər gəlib, sən Peyğəmbərin yanındasan, məsələn, mühasirədəsən, o Şeybi Əbu Talibdə. Ola bilər, məsələn, Peyğəmbər gəlib 5-dən 10 dənə döyüşdə gedib iştirak eləmişsən. Amma izzətin də var, mənliyin də var. Sən deməli, o dərəcəyə gəlib çıxırsan ki, müşrikə qılınc çəkə bilirsən. Müşrikin əleyhinə söz deyə bilirsən. Sizin, məsələn, də Məkkə müşrikləri istədiyi əziyyəti eləyirdilər. Əmmarın atası ilə anasının üstünə daşı yıxmamışdılar. Əmmarın da Süməyyə ilə Yasirinə. Daşı qoymuşlar, özləri də oturmuşlar, ayağını qoymuşlar. Əbu Süfyan, Əbu Cəhəl də daşın üstünə, gün ortanın istisində orada özləri üçün qəlyan çəkirdilər. Elə bu da var axı. İndi biraz az qalmısan da. Elə deyir. O insanlarda da bəzən görsən o nankörlük olur, o qəflət olur, qədir bilməməzlik olur. Həzrəti Musa deyir ki, sən gəlməmişdən də qabaq biz əziyyətdəydik, sən gələndən də sonra əziyyətdəyik. Amma hələ Həzrəti Musa da deyir ki, yanında Allah bizə kömək eləyəcək, Allah nüsrətini şamil eləyəcək, Allah bizə belə, amma elə ora qədər də eləmişdi də. Yəni Allah adama Firon kimi düşməni onun gözünün qabağında suda qərq eləməkdən böyük nə verə bilər? Bir dənə adam ancaq və ancaq həyatda yaşayışı ancaq qarnından ötürü olsa ona fərq eləməz. Amma zərrə qədər adamda bir insaniyyət, insaf falan bir dəyər olsa, deyir də Allah bundan bax, böyük niyə neyəcək bizə? Elə də. Bu bizi da neynəmirdi? Məsələn, Firon nə əziyyəti vermirdi, nə iş görmürdü. Yəni, məsələn, deyək ki, bir nəfər qoysun ortalığa desin, məsələn, Firon bunu eləməmişdi. Olmazın işgəncələr. Olmazın işgəncələr müxtəlifdə və Firona zil-avtad şey deyil, taxtaya mismar vurub, onunla dartırdı da, cəmaatə əziyyəti onunla verirdi. Dara mismarı vurmuşdu, taxtaya kimdən xoşu gəlmirdi. Kişilər də öldürür, qadınlar da kəniz. Kəniz, bəli. Yəni, hər cürə bütün nəsli kəsir. Yüzəbbihun əbnaikum və yəstəhiyyun. Nəsli, mənliyi itirir, kimliyi itirir, səni yoxa çıxardır, məhv eləyir. İndi Allah gəlib onu dəstəsi ilə, qoşunu ilə batırıb suyda, gözünün qabağında. Özdə bir dənə qılınc atmamışsan, tərpətməmişsən, bir dənə də ox atmamışsan. Minmişsən, atıb çapmışsan. Atında çoxun deyəsən elə onlardan almışlar. Onlara dedilər, bir işimiz var, atlarınızı verin. Hətta deyəsən, biraz onların qızıl yatlarından da götürmüşlər. Bəzi mənbələr də var ki, özləri ilə də almışlar onların arvadlarından. O da yəni fiqhi baxımdan da indi bəzilər deyir, o halal idi, haram idi görəsən, amma fiqhi baxımdan problemi yox idi onda yəni. Onlar o qədim kişilər deyirdi, kafirin malı möminə halaldır. O bəzi hal müharib olsa, odur da. O cürə indi onlar da gəldi ki, bir da elə bizə fərq eləmir ki, bundan qabaq da belə idi, yeni də belə idi. Vay vay. Sonra ondan sonraki mərhələlərdə Allah Teala onlara hər gün bildirçin göndərir, halva göndərir, bal göndərir. Onunla müqabilində deyir, bizə turpdan, soğandan, sarımsaqdan ver. Yəni, əslində, bir də məsələ budur ki, insanlar yetişməsə o təfəkkür. Biz Həzrət İmam Zaman Aleyhisselamdan danışanda da bu cür bu məsələləri orada müzakirə eləyirik. Yəni, insanlar bir var ki, mən bir qarın çörək istəyirəm. Bir qarın çörək istəyirəm, mən başqa heç nə istəmirəm. Qarnım doysun, siz demişkən. Onda vəssalam, qarnım doydu, daha mən hərəkət etməyəcəyim. Elə oturaram yerimdə. Bir də var ki, Peyğəmbərlər gəliblər, bir hərəkət yaradıblar. Haqqın bərpası üçün, yeni bir sivilizasiyanın yaranması üçün, yeni bir şəraitin qurulması üçün Peyğəmbərlər qiyam eləyiblər, ayağı qalxıblar. Onun üçün təbii ki, bütün xalq dəstək verməli idi bu məsələ. Yəni, haqqın bərpası üçün Peyğəmbərlər ayağa qalxmışlar. Amma təbii ki, o təfəkkür olmayanda xalqda, o istək olmayanda, o səviyyə olmayanda, o deyir ki, mənə bu qədər sarımsaq ver, xiyar ver,
mərci ver, falan bilirsin ver. adı necədir? Mən istəmirəm o imtahanı, o üzr istəyirəm, o sınağı, o imtahanı falan. Bircə dəfə Bəni İsrail öz ömründə Qurani Kərim ki, Bəni İsrailin tarixini əvvəldən axıra qədər nəql edir. Bircə dəfə bu xalq başa düşdü ki, mənə ilahi rəhbər lazımdır. Gəldi Peyğəmbərin yanına, dedi ki, bizə bir Allaha bir kral seç. Onda görə Allah nə izzət verdi onlara. Davudun Talutdan sonra Davud gəldi, Davuddan sonra Süleyman gəldi. Yəni ən zirvə, ən belə onların mədəniyyətinin, onların o sivilizasiyasının ən zirvəli nöqtəsi o vaxt idi. Hansı ki bir dəfə anladı ki, gərək mənə Allah göndərsin. Altı bir dənə siz o dediniz, məsələn orada yemək mövzusunda axı fərz eləyək ki, bu bir mövzular yoxdur. Bir adam elə ancaq istəyir yesin, yatsın. Onda da axı yeyirdin də sən elə bildirsin. Yəni orada da məsələn bildirsin hələ yerdə, hələ də bir imtihaniyyət yox idi qabaqda. Mənnə və səlva da elə deyil. Bir imtihan da yox idi. Allah Teala demirdi ki, yeyin sizi aparacam döyüşə. Nə də Həzrəti Musa demirdi. Elə bu məsələlərin ora bu qədər olanlar bitmişdi. Bunların qələbələri filanı bəsməkənləri hazır yeyirdilər orada. Məsələn də o səhrada oturmuşdular. O halda. Bir var məsələn deyəsən ki, durub gedətsən bir maşın daş boşaldatsan. Kama səyətdə gözləyir. Gedir. O deyir, mən yemirəm bu toyuğu. Mən elə pendir çörək yeyirəm, gedin özünüz boşaldın. Bu mövzudur. Bir də mən deyirəm ki, məsələn, qoyursan bunun qabağına deyirsən, yedir, nə eləməliyim? Heç nə də, acılıyırsan, ye, heç nə eləməyəsən, ye, istəyirsən yat, istəyirsən ged, ara gedirsən, ged. Bu, burada deyir, mən bu yemirəm bu toyuğu, bu bildirçini. Mənə soğan sarımsağı ver. Hazır orada, hətta bəziləri deyir ki, yəni, burada pis şey istəməyiblər ki, elə deyil. Məsələn, haram bir şey istəməyiblər. Bildiyi də haram istəməyib. Gələn indi onu deyən adama bir dənə toyuğu qızardaq, qoyaq ikimiz biz yeyək, ona xiyar, pomidor, soğan, sarımsaq verək. Gör, sosial şəbəkədə bizi rüsva eləyir, elədir. Yox, söhbət ondan getmir. Məsələn, söhbət bundan ki, Allahın reaksiyası çox sərt oldu. Küfranı nemət elədilər. O məsələn deyir ki, mən bildirçin və halva məsələn yemirəmsə, mənə sarımsaq, xiyar, soğan ver, mərci ver, filan ver. Allah deyir ki, Musa Peyğəmbərə buyurur ki, Musa Peyğəmbər onlara deyir ki, gedin şəhərə inin, orada istədikləriniz var. Sonra buyurur ki, və onlara zillət və məskənət. Zürvət əleykumu zilləti və məskənə. Və fəqirliklə zillət yazıldı onlara. Allahın reaksiyasına. Deməli, burada məsələ nə idi? Məsələ ki, onlar Həzrəti Musanın qabağında mövqe qoydular. Lən nəsbirə əla təamin vahid. Yəni, sən desən də, deməz, biz heç vaxt, bundan sonra sənin dediyini eləməyəcəyik. Biz bir taama dözməyəcəyik. Burada artıq Musa Peyğəmbərin qabağında mövqe yəni, əsas o zürvətəliykumun zilləti vəl məskənə həmin olan nəsbirə görədir. O Peyğəmbərin qabağında, o ayə görüm, indi yadıma düşsə deyərəm, onu iman gətirənlərə deyir ki, deyir, sizin Allahın və Peyğəmbərin qarşısında keçən dəfə Hacı Rahib atmışdı, görüm onu silməmişəmsə, qalıb burada. Deyir, mömin və möminələr sizin Allahın və Peyğəmbər izə qəzallahu və rəsulü əmrən ləm yəkun ləkum xiyarə min əmri. Allahla Peyğəmbər sizə bir şeyi əmr etdisə, sizin ixtiyarınız, seçiminiz yoxdur. Hələ burada bir mövzu bu idi ki, Allah hələ sizin məsləhətinizi qoyaq bu yana. Bu, bəlkə Həzrəti Musanın elə öz həyətinin düzəsi idi, bundan başqası yox idi. Bir də ki, siz bilirdiniz ki, bu nə Həzrəti Musanın ferması var, nə də ki, bu Allah tərəfindəndir. Və Allah Teala da bunu sizə məsləhət görüb. Məsləhət görüb, siz demişkən əsas, məsələn, o dana məsələsi var idi, Ud'u lana rabbaka yubayyin lana ma hiya bəqərə təşabə əleyna. Ada deyir, yıxılan, kətdə 3 dənə dana var da, bunun bütün əlamətlərini deyir, elədir. Ferma deyirdi ki, özü təqribən də bilirdilər söhbət hansı danadan gedir. Çünki o dananın biraz əvvəldən mövzusu olmuşdu da. Nə qədər sifət deyəcək? La farizun və la bikrun əvanun beynə zalik məsələn. Yer şumlamır, nə bilim, nə belə deyir, belə. Bütün əlamətləri demişdi. Elə deyirdilər ki,
Açıqla biraz da, açıq. Yəni onlar bəhanə gətirdikcə Allah Teala çətinləşdirirdi məsələn. Rəngini daha da fərqli edirdi. Əlamətlərini daha da fərqli edirdi. Allah çətinləşdirirdi. Söhbət nədən gedir? Söhbət ondan gedir ki, Allah Təbarək və Təalanın bir məqsədi var ki, bunlara bunu məsləhət görür. Məsələn, bir də ki, deyilişdə də fərq var da. Mən gəlib deyim ki, Həzrəti Musaya deyim ki, bəs olar ki, Allahdan istəyəsən bizim üçün, könlümüzdən məsələn də sarımsaq keçir, mərci keçir, xiyar keçir. Məsələn, bu bildirsin yanında və Allahın bir lütfü də olsun, məsələn, əlavə şeylər də gəlsin. O ayrı bir şeydir. Bu, məsələn, bu ton hara, bu istəyər. Bir də var ki, gəlib deyəsən ki, bilirsən nə var, biz yeməyəcəyik bir dənə yeməyi. Sən mütləq gedirsən bir dənə məclisə, görürsən belə Allah bərəkət versin, cürbəcür yeməklər var. Deyirsən məsələn, mənə bir dənə pendir verin, bitkə pendir çörək. Bu ayrı mövzudur. Bir də var durasan etiraz elə desən ki, yox bizim elə bil Həzrəti Musa lap onları qarışıqa yedirdirdi. Gül kimi yemək. Az ondan başqa vaxtımızla deyəsən tamam olur. Şey məsələsi, su məsələsi. Ki biz bu bulaqdan su götürməyəcəyik. Fəzrib bəsəkəl əhzərə fənfəzərət min üstünətə əşrətəyinə qəd əlmə kullə nasın məşrəbə. Gör, nəyə vadar elədilər? Ki, gərək bizə 12 dənə bulaq ola. Hər tayfə öz bulağından içə. Sudur da, sən də iç, o da iç. Həzrəti Salihin qovmu genə heç olmasa 2 yerə bölündü də, o dəvənin sütündən içənlər, bir də dəvəni öldürənlər. Yaxşı, amma burada bu. Yəni, mövzu budur ki, insanlar bəzən nankörlük edir. Sən desən, cahillik o düşmür ora. Desən, qəflət o boyda qəflət olmaz ki. Adam şeydir də, gündə 3 dəfə bildirsin, yiyən qəflətə düşər. Həzrət Əli buyurur ki, leylən və nəharən və sirrən və əhlaniyyətən. Gecə dedim sizə, gündüz dedim sizə, açıq dedim, qulağıza pıçıldadım. Nuh Peyğəmbər o cür deyir. Mən gecə gündüz açıq-aşkar gizlin dedim bunları. Belə, Allah bizi onlardan qərar verməsin inşallah. Allah bizi də vəzifəmizi bilən, əməl edənlərdən qərar versin inşallah. Təşəkkür edirik. Maraqlı söhbət oldu. Allah'a emanet olun.